Ölkəmizə qayıdırıq. Lənkəranın Vələdi kəndində bir bazar var. Orada yalnız sitrus meyvələri satılır. 7 ildən çoxdur fəaliyyət göstərən bazara ətraf rayonlardan da gəlib topdan və ya pərakəndə məhsul alırlar. Əməkdaşlarımızı qiymətlər təəccübləndirib. Mandarin, feyxua, apelsin, kivi, limon. Bu kimi meyvələri topdan və pərakəndə almaq istəyənlər illərdir Lənkəranın Vələdi kəndində yerləşən sitrus bazarına üst tutur. Hazırda bağlarda sitrus məhsullarının bol olması qiymətlərin keçən ilə nisbətən xeyli ucuzlaşması ilə nəticələnib. Vəziyyət alıcıların ürəyincə olsa da satıcıları qane etmir. Mal çoxdur, sata bilmirik. Bağlarda mal tökülüb qalır, qiymət ucuz. Aparıq, məsələn 2 gün, 3 gün, 4 gün. Malı satamırıq, ziyan eləyirik. Mandarini gətirirdik, satırdıq burada 1 manat 20-yə, 1 manat 50-yə. Bu il dəymir o zəhmətə. Satırıq 50 qəpiyə, 60 qəpiyə. 1.20-yə, 1.50-yə satdığımız feyxanı satırıq 40 qəpiyə, 50 qəpiyə. Keçənlərə nisbətən bu illəri bizim bazarımız biraz zəifləyib. Yəni keçənləri mandalini məsələn 1 manat 20 qəpiyə satırdıqsa bu illəri 60-80-da güclə sata bilirik. Qiymətlər yaxşıdır, normaldır. Kivilər 80 qəpikdən tutub 1.50-əcən var. Mandarin 40 qəpikdən tutub 1.50, 1.60, 1.70-əcən var. Cürbəcür çeşidlər var da. Ondan sonra feyxua da 30 qəpikdən tutub ta 2 manatacan var. Keçən illə nisbətən qiymət biraz aşağıdır. Biləsuvar rayonundan gəlirəm. Mən belə demək olar elə hər gün gəlirəm burada limon, mandalina alıram. Keçən ilkinə baxanda bu il çox sərfəli qiymətdir. Maraqlıdır, bəs həmin məhsullar paytaxt bazarlarında neçəyə təklif olunur? Mandarin 2 manata var, bazarda var 1.50-yə, 3-ə var. Yəni fərqli növündən asılıdır və kalibrindən asılıdır. Feyxua 3 manat, 4 manat arası. İri xırda olduğuna görə. Keçəndə baxanda, obsillərə baxanda alıcı qüvvəsi zəif. Bizdə bir də bahadır bazara baxanda. Mandarinin qiyməti ən baha neçə olur? Ən baha olur da 3 manat, 2 manat olur, 2.50 olur. Bəs kənd təsərrüfatı məhsullarının bazardakı qiymətləri ilə təsərrüfatçılardan alış qiymətləri arasında böyük fərq nə ilə izah olunur? Ekspertlər hesab edir ki, fermerlə bazar arasında əlaqə düzgün qurulmadığından belə problemlər yaşanır. Kənd təsərrüfatı məhsullarının baha olmasının əsas səbəbi iş bazlardır. Belə ki, onlar məhsulu kəndlidən çox ucuz qiymətə alıb, soyuducu anbarlarda saxlayıb, bazarda məhsul tükənməyə başladıqda isə baha qiymətə satırlar. Bunun qarşısını almaq üçün rayonlarda pərakəndə satışa dəstək göstərilməlidir. İstehsalçı, topdan satışçı və pərakəndə satış strukturları formalaşmalıdır ki, rayon və şəhərlərdə satılan məhsulun qiymətində kəskin fərq yaranmasın. Sadət Ayaz qızı, Zaur İsmailov, Aysu Qayıbova, Ülkər Əliyeva, ATV Xəbər, Lənkəran.